Şəkildə gördüyünüz bu şəxs Övsan qəsəbəsində futbol stadionunda tikilan idman kompleksinin tikintisinə nəzarət edən şəxsi Namiq Məmmədov. Yadınızdadırsa, bir neçə müddət öncə həmin stadion sökülərək yerində idman kompleksi tikiləcəyi bildirildi və biz qazilər olaraq orada bilirsiniz ki, bəzi qazilər çıxışlar da eləmişdilər ki, həmin stadionda gələcəyin uşaqlarının futbol oynaması üçün şərait yoxdur. Zaten həmin zaman Namiqin rəhbəri, səhv eləmirəmsə adı Vüsal idi, bizimlə görüşdü və bildirdi ki, stadion başa çatana qədər, daha doğrusu kompleks başa çatana qədər mən sizə hər ay maddi dəstək göstərəcəm, övladlarınızı başqa yerdə futbol belediye stadionlarında məşq eləmələrinə köməklik göstərərsiniz və digər xərclər üçün, sağ olsun. Və nümayəndə olaraq da bax bu şəxsi Namiq Məmmədovu əlaqə nömrəsini vermişdi. Amma çox təəssüflər olsun ki, Namiq Məmmədov mən əminəm ki, Vüsal müəllimin qazilərə yardım üçün çatdırdığı pulları ya tam çatdırmırdı. İndi də artıq bir neçə müddətdir ki, telefonlara cavab vermir. Başqa nömrədən də zəng edirik daha doğrusu. Eşidir ki, biz iş səsimizi bağlayır. Daha doğrusu telefonu bağlayıb belə deyək, atır Çorniyə desək, elə desək yaxşı olar. Mən buradan həmin o stadionun içində idman kompleksi tikən şəxs Vüsal müəllimə müraciət edirəm. Əgər bu videonu görürsünüzsə, çünki Namiqə dəfələrlə sizlə əlaqə saxlamağımızı istədiyimizi xahiş etdik, amma o bizə sizin əlaqə nömrənizi vermədi və sizi əlçatmaz edib bizim üçün. Məcbur qalıb bu videonu çəkdim ki, bizlə əlaqə saxlayın və Namiqin sizdən xəbərsiz orada nəinki bizim və digər şəxslərin də başını açdığı oyunlardan sizi məlumatlandıraq. Artıq belə deyək, 2 aydır ki, Namiq sözün həqiqi mənasında oyun oynayır. Bu oyunu pozmaq üçün də bu videonu çəkirəm. Vüsal müəllim, zəhmət olmasa bizlə əlaqə saxlayın. Namiq sizdən bizi danışdırmır. Nömrəni də istəsəz, elə Namiqin özündə var, deyərsiz verər.